Davam edirik dəyərli izləyicilərimiz və Məlayət ana, Eminin komandiri Babək Novruzovun mesajını oxumaq istəyirəm. Babək Novruzovdur yazan hərbiçi yoldaş. Qısa yazacağım, səbrim çox çatmır yazmağa. 2 cümlədən ibarət. Deməli, döyüş gedir, qanlı döyüş gedir. Şəxsi heyət çayı keçir, meşə ərazisində yağış yağır. Dəhşətli və şiddətli yağış yağır. Çayı keçmək üçün branşlet və kaska atmaq lazımdır. Sonra keçmək lazımdır. Bu zaman mənim başımdakı kaskanı su apardı. Mən və digərləri onun dalınca baxdıq. Suya düşsək su olacaq və bizə soyuq olacaq. Bir kaska baş dəbilqəsi ilə nə olacaq ki? Emin. O özünü çaya atdı. Sinəyə qədər suya daxil oldu. Hava soyuq, kaskanı gətirdi. Özüm də pis oldum. Sən su oldun, dedim. Dedi ki, komandir, heç nə olmaz. Əsas odur ki, bir komandirimiz düşmən gülləsinə tuş gəlməsin. Mən başqa bölmədə idim, o başqa bölmədə. Amma müharibəyə görə hamımız birlikdə idik. Şəhid olub deyə demirəm, sözün gözəllik xatirinə demirəm. Həqiqətən kişi qeyrətli oğul idi Emin. Əvvəldən də tanıyırdım, müharibədən öncə, amma müharibə vaxtı tək mən yox, bütün Azərbaycan xalqı onu tanıdı. Çox istərdim Məlayət ana ilə görüşüm. Onun bir qohumu var, Elvinlə münasibəti var. Təsadüfən telefonla əlaqə yaratmışam. Sücayət ananın oğlunu deyir. Məndən Məlayət anaya, Sücayət anaya Allahın salamını çatdır və sonda bunu qeyd etmək istəyirəm. Şəhidlər ölmür, diridir onlar. Allah qatında diridirlər. Allah rəhmət. Şəhidlər ölməyir, yeri hər an qəlbimizdə. İndi yatır şirin-şirin məkanında, cənnətində. Ruhu göylərdən baxır, gözümüzdən qan yaşaxır. Balası yaman darıxır, onun qəlbini dağlama. Evinin çırağı sönür, ümidin əsrətə dönür. Gözlərin qanla dolub, qurbanın oğlum ağlama. Evinin çırağı sönür, ümidin əsrətə dönür. Gözlərin qanla dolub, qurbanın oğlum ağlama. Nə olar ana, can ağlama. İncitmə balan yatır, sevgisi talan yatır. Allah şəhidlərimizə rəhmət eləsin. Məlayət ana Emin evin tək övladı idi. Məlayət ananın yeganə övladı idi. Nə desək, bilirik ki, təsəlli verməz. Mən sizinlə o qədər qürur duyuram ki, bütün olanlara baxmayaraq, Allah sizə o qədər möhkəm güc verib ki, mən Sücayət ana sizə o qədər təşəkkür edirəm. Və hər zaman sizlə bir çox insanlara nümunə olacaq bacılarsınız. Siz bacınızın hər qəminə, hər dərdinə şəriksiniz və onunla həmin anları birgə yaşayırsınız. Və Məlayət ana, bu həyatda çox şanslı insansınız ki, Sücayət ana kimi bacınız var. Doğrudan onun özü də böyük bir O sizin bir gücünüz deyə. Bəli, bəli. Sanki Emin, mən sözümü heç kim yanlış anlamasın, sanki Eminin ruhu Sücayət ananın qəlbindədir, daxilindədir. Sücayət ananı həm bacı obrazı qarşınızda bacı kimi dayanıb, həm oğlunuz Emin kimi. Siz ondan güc alırsınız və Allahdan ona da möhkəm şan sağlığı arz edirəm. Rəvan bəy, mən heç vaxtı Emin haqqında çox danışmıram. Çox danışmağı da sevmirəm. Bəlkə də mən Emin haqqında danışsam, mənə aylar, illər lazımdır. Amma mən bir dənə onu deyirəm ki, o övladı mən böyütmüşəmsə, onun necə o övlad olduğunu, necə
dost yolunda canından keçdiyini mən bilirəm. O deyir, düşüb kaska. Elə çoxları gəl, o qədər elə şeylər olub. Nə qədər yaralı çıxardım, nə qədər əskər çıxardım. Çünki Emin özü üçün yaşamayıb, Emin dost üçün yaşayıb. Emin dost üçün yaşayıb. Mən bir dənə də söz deyirəm ki, Eminin cəmi 18 yaşı var idi. Heç mən Eminlə doymadım. Çünki mən Eminlə heç doymadım. Körpə yaşında. Çırağı sönüp, ümidin əsrətə dönüb, gözlərin qanla dolub, qurbanın olum ağlama, nə olar ana, can ağlama. İncitmə balan yatır, sevgisi talan yatır. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik və sizə Allahdan səbir diləyirəm, dəyərli analarımız. Mütləq verəcəm və Allahdan Eminin komandiri olub dediniz. Şəhidimiz Elçin Tağıyev. Aynı ananı salamlayırıq efir vasitəsilə və inşallah gələn həftə Aynı ananı görmək istəyərik. İstərdim ki, o da burada olsun, sizinlə bərabər bir efirdə olsun. Bizim əlimizdən bir şeylər gəlmir, neynəsək də sizə bir təsəlli ola bilmərik. Amma az da olsa o qəlbinizdə o elə bir hissə, bir nöqtə var ki, oranı az da olsa bir sevindirə biliriksə, bir təsəlli verə biliriksə nə xoş halımıza. Sizin o təsəllidir, sizin bu günlərsi, siz dərsiniz, mən ayaq üstə qalmağım, mən bəzən fikirləşirəm ki, mən eminsiz bəzən deyirəm, yəni həqiqətən mən yaşayıram. Baxıram ki, siz dərsiniz, bugün məni ayaq üstə. Baxın, siz hansı efirimizə gəlirsinizsə, həmin gün, bilmirəm, qəribə bir hisslərdə yaşayıram, çox rahat oluram. Deyirəm, heç nə istəmirəm, Məlaik Hənə Sücatın orada əyləşsinlər, mən rahatam, rahat oluram. Allah sizə elə bir güc verib ki, həqiqətən. Allah eləməsin. O qədər təşəkkürümü bildirirəm. Yəni o yerə göyə sığmaz. O Babək komandirinə də Eminin. Onun da Emini, o Emin əlləri ilə çıxardıb onun kaskasını verib. O Emini görüb, onun görən gözlərinə qurban olum. Mən şəxsən ona təşəkkür edirəm ki, Emini yazdı, zəng vurdu. Çox təəssüflər olsun ki, canlı bağlantı yarada bilmədik. Baxmayaraq ki, canlı efirimizdə, amma mən dedim, ürək sözlərinizi yazın, mən onları oxuyacağım. Rəfan, bir dənə anı qeyd eləmək istəyirəm.